Əziz dostlar, bir daha sizi salamlayıram hər birinizi. Sağ olun ki, Azərbaycan nəşriyyatında redaksiyalara yaradılmış belə deyək, problem aradan qaldırılma istiqamətindədir. Bu günləri nəzərdə tutulmuş bizim burada toplantımız, yəni bu etiraz aksiyası deyil, bu sadəcə olaraq nəşriyyatda çıxarılan redaksiyaların alternativ yerlə təmin olunması mənasını daşıyır. Bizim də xahişimiz aidiyyatı qurumlardan bundan ibarətdir. Ona görə də bu gün də, yəni ötən dəfəki iclasdan sonra bir sıra müzakirələrimiz oldu. Rəşad müəllim sağ olsun Mətbuat Şurasının sədri və prezident administrasiyası ilə və administrasiyanın müvafiq qurumları ilə danışıqlardadır. İndinin özündə də mənə zəng elədi və az əvvəl. Mən ona görə toplantıya daha çox jurnalistlərin yığışmasını mən açıq istəmədim. Yəni yoldaşlara da dedim, özləri də bilirlər. Ona görə belə qərara alındı ki və Rəşad müəllim də bildirdi ki və nümayəndəsi də, mavini də buradadır İlqar müəllim, sağ olsun o da əziyyət çəkib gəlibdi. Yəni bizim dərdimizə bir çarə tapılması üçün onlar da çıxış yolunu axtarırlar. Və söz verildi ki, yaxın günlərdə, yəni ən azı bu həftənin sonuna qədər bu problem həllini tapacaq. Problemi də artıq bilirsiniz ki, nədən ibarətdir? Problem ondan ibarətdir ki, bizim 3 xahişimiz var, yəni şərtimiz yox, xahişimiz var. O da ondan ibarətdir ki, buradan çıxarılan redaksiyalara, hansı ki uzun illər nəşriyyatda yerləşiblər, burada icara haqqı ödəyiblər, onların birdən-birə çıxarılması çox ədalətsiz bir hal olardı. Ona görə onlara birinci növbədə alternativ yer təklif olunmalıdır və təmin olunmalıdır. İkinci, Azərbaycan nəşriyyatlarındakı əsaslı təmirdən sonra həmin redaksiyaların bura qayıdışına şərait yaradılmalı və təminat verilməlidir. Və eyni zamanda alternativ yer indi təklifi, hansı ki çox yerdə, bilirsiniz ki BMM-də var, digər sahələrdə var. Vaxtilə Lider TV-nin yerləşdiyi bina kimi tanınan az kontraktın binasında yerlər var, digər sahələrdə də var. Yəni müvəqqəti bizə, redaksiyalara şərait yaradılmalıdır ki, orada yerləşək və qiymət də ən azı bizim bugünkü medianın cibinə uyğun olsun. Hansı ki dövlət büdcəsində maliyyələşən redaksiyalar var ki, onlar özlərinə yer tapdılar, dərhal getdilər, yerləşdilər. İndi qalıb da ortada bu biraz belə deyək, kasıb-küsub redaksiyalar və hansı ki onlara da arxa durmaq lazımdır. Çünki bu jurnalistikadır. Jurnalistika bir ailədir. Biz burada bir ailəyik, hamı ilə bir yerdəyik. Əgər dərdimiz birdirsə, sevincimiz birdirsə, gəlin bir-birimizə də dayaq olaq. Ona görə çox sağ olun, təşəkkür edirəm ki, belə bir anlaşılıqlı bir vəziyyət yarandı və problemin də tezliyi ilə həllinə inanıram ki, kömək olunacaq. Onu da bildirim ki, yəni buradakı redaksiyaları, yəni izləyicilər də bilsin, nəşriyyatdan köçmək üçün əşyalarını, redaksiya avadanlığını aparmağa yerləri yoxdur. Jurnalistlərin bir çoxu kirayədə qalırlar. Onlar kiraya qaldıqları evlərə bu avadanlığı necə aparsınlar? Orada internet lazımdır, iş şəraiti lazımdır, normal şərait olmalıdır. Ona görə də bu şəraitin yaradılmasına aidiyyatı qurumlardan bir daha biz xahiş edirik. Bizim istəklərimiz və qarşılaşdığımız problemlə bağlı ətraflı deyildi. Bir daha təkrar İlqar Salmanov, Yeni Xəbər.org saytının və Xəbərmən TV YouTube kanalının rəhbəri. Problemlərimiz və istəklərimizlə bağlı deyildi. Təkrarçılığa yol vermək istəmirəm. Sadəcə qarşılaşdığımız problemlə bağlı bir şey əlavə eləmək istəyirəm ki, biz yeganə ümid yerimiz dövlət, konkret olaraq dövlət başçısı cənab prezidentdir və bununla əlaqədar biz cənab prezidentə rəsmi müraciət ünvanlamışıq. Bu müraciətimiz sosial şəbəkədə də, mediada da tirajlanıb. Ümid edirik ki, yaxın gündə müraciətimizə müsbət bir cavab alacağıq. Amma burada maraqlı bir məqam var ki, təbii ki, dövlət başçısı bu günləri Azərbaycan nəşriyyatında 10-15 belə deyək də küçəyə atılmaq üzrə olan redaksiyalarına maraqlanmalı deyil. Bundan ötürü dövlətin aidiyyatı məmurları var. Cənab prezidentin etimad göstərdiyi məmurlar var. Medianı kurasiya eləyən məmurlar var. Onlar bizlə maraqlanmalılar, bizim problemlə maraqlanmalılar. Və çox təəssüf ki, bir təzad, yumuşaq desək bir təzad müşahidə olunur. Elə bil ki, hansısa bir əl, elə bil hansısa bir kimsə prezidentlə media arasında qəsdən nəsə bir narazılıq yaradır, yaratmaq istəyir. Nəsə elə bir etiraz dalğası formalaşdırmaq istəyir kimsə, kimlərsə. Bu anlaşılan, bu konkret olaraq mediaya mənsub olan şəxslərdir. Bugün Azərbaycan mediası kim kurasiya eləyir? Dövlət başçısı kimə etibar göstərib? Bunlar etimadını doğrultmurlar. Konkret olaraq elə bu bir faktdır. Mən ümid edirəm ki, cənab prezidentə səsimiz çatacaq və yaxın vaxtda səsimizə bir müsbət bir reaksiya olacaq, müsbət bir cavab olacaq və cənab prezident bizim problemimizi diqqət mərkəzində saxlayacaq və uyğun
addımlar atılacaq. Mən buna ümid edirəm. Yeganə ümidimiz cənab prezidentdir. Digər məmurlar belə göründü ki, bunu ya bilərəkdən ya da bilməyərəkdən. Daha çox bilərəkdən görünür ki, istəmirlər. İlqar bəy, ayın nə qədər kirayə verirdiniz bürosuğa? Hə, yeri gəlmişkən deyim ki, burada misal üçün biz 30 ilə yaxındır fəaliyyət göstəririk. Amma elə həmkarlarımız var ki, 30 ildən artıqdır burada fəaliyyət göstərir və 100 minlərlə ölçülən indiyə qədər mən cəmi nəzərdə tuturam. 100 minlərlə ölçülən biz icara haqqı ödəmişik bura. Axı bu ədalətli deyil, axı bu qəbul olunan deyil. Bu nə dərəcədə ədalətlidir ki, günün bir günündə də deyəsiniz ki, yox, nəşriyyatın qapısına qıfıl vururuz, çıxın, gedin özünüzə bir yer tapın. Aylıq nə qədər idi İlqar bəy? Aylıq biz təxminən 5 manat 30 qəpik kvadrat idi də belə deyək. Başqa yerdə maraqlanmışsınız? Başqa yerlə maraqlanmışıq, 2 qat 12-15 manatdır. Bu da təbii ki, bugünkü Azərbaycan mediasının büdcəsinə uyğun deyil. Ya ümid edirik ki, cənab prezident bizim səsimizi eşidəcək, təkrar edirəm və səsimizə səs verəcək. Yeganə ümidimiz dövlət başçısınadır. Mən əlavə edə bilərəm ki, məsələn şəxsən bizim nümunəmizdə 33 ildir bu Təzadlar qəzeti redaksiyası burada yerləşir və indiyə qədər demək olar 200 min manata yaxın biz icara haqqı ödəmişik. Burada 80 kvadrata biz ödəyirdik indi sonuncu ayda 400 manat. İndi 20 kvadrat, 40 kvadratda başqa bir yer bizə təklif olunub, başqa bura yaxın bir yerdə. Orada isə biz ödəyirik 520 manat. Təxminən 3 dəfədən artıq. Biz onu necə ödəyək? Dövlətdən yardım almırıq. Yəni bizim kimi digərləri də. Hələ bizim biraz təcrübəmiz böyükdür, əhatəmiz bəlkə də biraz böyük. Bəs yerdə qalan bu müstəqil mətbuat yaşamalıdır. Bunları yaşatmaq lazımdır. Bunlar özləri yaşamamalıdır. Məmurlar, o bəzi məmurlar İlqar bəy düz deyir. Onlar elə bil ki, sanki süni bir problemi istəyirlər ki, qaynağı biraz daha dərinə getsin. Bu müstəqil medianı yaşatmaq lazımdır. Onlar onsuz da bir təhər yaşayacaq, amma yaşatmaq lazımdır ki, onlar da dövlətimizə xidmət edirlər. Azərbaycan həqiqətlərini dünyaya yayırlar, sizin kimi, bizim kimi və hamı belə. Təşəkkür bir daha. Çox sağ olun. Hörmətli media nümayəndələri, bizə dəstək olduğunuza görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Demək, ötən dəfə bilindi ki, Şirin Cəfəri, Gündəm Xəbər redaksiyasının baş redaktoru və təsisi. Deməli, ötən dəfə biz toplantı keçdik. O toplantıdan sonra bizimlə belə deyək də, bir elçi göndərdilər, danışıqlar getdi. Rəşad Məzid bizimlə söhbət apardı ki, yəni deyilib ki, yaxşı olacaq, belə olacaq, elə olacaq. Amma bugünə qədər heç bir xəbər olmadı. Biz ondan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə rəsmi bir müraciətlə ünvanladıq. Amma reaksiya verən yoxdur, sayan yoxdur, saymırlar, reaksiya vermirlər. Elə orada adamlar var ki, yəni o vaxtı Əli Həsənovun o rəhbərlik etdiyi sektor tamamilə oradan getdi, amma orada əsas adamlardan biri qaldı. Əli Həsənovun müavini var idi. Onunla əsas bütün işləri, yəni dövlət məmurlarını söydürən, zəng vurub bir-bir söydürən, aranı qarışdıran, hamısını edən Vüqar Əliyev adlı bir məmur var. Onu hansı sehirli əl onu saxladı, bizim üçün də çox müəmmalıdır, çox maraqlıdır. Hətta bizə mesaj göndərir ki, biz bugün bura normal, sivil qaydada tədbir keçmək planlaşdırmışıq və informasiya yayılıbdır. O bildirir ki, nədir? Təzyiq metodu seçiblər. Təsəvvür edirsiniz bu nə deməkdir? Ara qızışdırmaq deməkdir. Yəni ki, biz aranı qızışdırsın, burada kimsə nəsə bir artıq söhbət eləsin, polis işə müdaxilə eləsin. Amma o başıboş bilmir ki, polis sənin qədər ağılsız deyil. Bax, görürsünüz hansı məsafədən dururlar, müşahidə edirlər. Sadəcə müşahidə edirlər. Yəni, asayişimizi qoruyurlar. Heç bir müdaxilə də yoxdur. Amma Vüqar Əliyev təxribat törədir. Bizi qızışdırır, bizi istəyir ki, biz daha kəskin, daha sərt gedək. Bax, buna da biz yol verməyəcəyik. Konstitusiya qanunları nəyə imkan verirsə, biz ondan istifadə edəcəyik. Amma biz haqqımız tələb edilir, haqqımız yerinə yetirilməyəncə biz dayanmayacağıq. İndi bizə də başqa yerdən də xəbər gəlibdir, məlumat verilib ki, indi biz yenə nəsə var, amma yenə də inanmırıq. İnanmırıq ki, nəsə ola. Amma sonda hesab etmirəm ki, bunlar bizə nəsə yaxşılıq eləyərlər. Baxıram ki, elə məmurlardan burada əhatəyə alınıb ki, məsələn, oradan Ramin Quluzayda bir çıxıb bir kəlmə söz demir. Hansı ki, bu nəşriyyat onun rəhbərlik etdiyi təşkilatın
balansındadır. Sırf bir kəlmə söz demir. Axı sənin təşkilatın baxır bura. İşlər İdarəsi baxır bura. Bir söz denə. Bir çıx bir nəsə bir elə. Əlində o boyda bina var, arkada boş bina var. Denən ha qardaş, oranı verin ora. Sən nədir? Alveri biznesi mənəviyyatdan üstün tutursan. Biz mənəviyyatıq. Biz ölkənin aynasıyıq, güzgüsüyük. Sən niyə istəyirsən ki, biz harasa səsimiz eşidilsin? Gəl yer ver, oturaq yerimizdən, işimizlə məşğul olaq da. Çox sağ olun, təşəkkür edirəm. Değerli izleyiciler, biz Nəşriyyat binasının yeniden karşısındayız. Sayfa rəhbəri Rüzun Əsər binanın təmirinə görə buradan çıxmaqlarına etiraz edirlər və yeni binalarda dövlətdən kömək istəyirlər. Çox sağ olun izlədiyiniz üçün. Təşəkkür ederim.